Bu efirlərə yəni gec-gec çıxmağımın bir səbəbi var ki, vaxtı insanın ən dəyərli insanın həyatında olan zamandır. Bəli. O zamanı da efirlərdə dəyərsizləşdiriblər. Elə suallar, elə insanların, mən min dəfə demişəm ki, mən olmayan yerdə mənim adımı çəkməyin. Və heç nədən başı çıxmayana Mətanət Əsədova haqqında sual verməyin. Olar, sənət barəsində ki, yox, bilirsiniz kimə demədilər onu? Bir göstərici kimi göstərmiyorlar. Daha hansısa bir qıza Mətanətin sənəti haqqında fikir bildirməyə imkan vermiyorlar. Baxın. Mikrofona danışın Firuzə xanım. Baxın, Firuzə xanım olar, Gövhər xanım olar, biraz sənəti duyan insan olar, sənətdən anlayışı olar, oxumaq tərzi bir damcı da olsa, demirəm, o mətanət olmayacaq o, heç vaxt. Bax, bir damcı da olsa, oxumaqdan anlayışı varsa, buna bir fikir bildirə bilər də. Yoxsa durub eləcək insanlara mənim haqqımda sual verirlər ki, az qallam ki, bax, elə efirdən girəm, içəri deyəm ki, diyandır, sən nə inirsən? Ona görə də baxıram ki, bax, ona da deyirlər sənətkar. Buna da deyirlər sənətkar. Ona da əl çalırlar. Buna da fikir irəyə sürdürürlər. Ona da deyirlər səndən yoxdur. Buna da deyirlər səndən yoxdur. Buna da deyirlər zövqlüsən. Ona da, nə olub? Nə xəbərdir? Sənətkar sözü çox böyük sözdür. Mən o sözün altında həmişə utanmışam, qorxmuşam, çəkinmişəm. Çünki sənətkar sözü o qədər möhtəşəmdir ki... Amma siz sənətkarsınız Firuzə xanım. Qurban Vallahi olmuşsa. sənətkarsınız. Allah haqqı sənətkarsınız. Siz tarixdə qalacaqsınız. Allah sizə ömür versin. Amma o YouTube-la, trendlə, nə bilim, o ara mahallarla gələnlər trend nə deyə, o qalada bir dənə köynə, bir dənə vagon qalıb, yolun qırağında paslanıb. Onun kimi də işgədə düşmür. Hələ o aranı qoyuram, bir kənara, aranı qoyuram, o arada oxuyanı qoyuram. Onu mən qarşı özləri bilərlər. O hıçqıra-hıçqıra oxuyanlar var. O insan biraz elə bir ki, tikə qalır, boğazında hıçqırır, belə hıçqıraq tutur. Ona deyir ki, filan sənətkar. Belə baxıram, deyirəm, ay Allah. Bəs kənardan baxan da deyəcək ki, bu buna nəsə eləyir. Bəli. Bu buna nəsə verir. Ya bunun həyatında olan bir kişi ondan biraz çəkinir. Sən aparıcısan. Sən ondan niyə çəkinirsən? O kimdir? Kimdir onun başının üstə duran? Onda yoxdur. Kimdir o insan? Kimdir ümumiyyətlə sən bura dəvət elədin ki, sən durursan ona bir həldə belə, ya bunun insanlığı varsa, səhnə mədəniyyəti varsa, performansı gözəldirsə, oxumaq tarzı insanların ürəyini sirkələyirsə, yox, buna layiqdırsa, sən onun haqqında bir kəlmə danış. Yoxsa bu filan kəs, bilirsən bunun nələri var? Sənə nə var ondan? O onundur. Sənə nəyə lazımdır? Niyə yaltaqlanırsan? Baxın, buna da sahib, səbəbkar müğənlər özü olur da. Mən nə bilim, bugün Mətanət xanım səhər duranda nə yiyib gəlib. Yox, o deyil. Götürür aparıcıya deyir ki, nə olar, efirdə dinəndə filan kəsin acığına güya mənə əzizim, o ayrı bir temadır. Güya maşın bağışladılar. Tolik, o ayrı bir temadır. Yox, mən onu demirəm. O tamam ayrı bir temadır. Mən yaltaqlıqdan danışıram, üzr istəyirəm. Nə dərəcədə sən get oxu ilə o boyda universiteti gəlmirsən millətin qarşısında, kanal rəhbəri sənə o boyda yer verib. Sənə o cür, necə deyim, o səviyyədə səni gətirir insanların qarşısına çıxardır ki, sən gəlib burada yaltaqlıq eləyəsən. Sən gəlib burada özünü aşağılayasan, kimisə qabağında. O nə deməkdir? O nə deməkdir? Mənə çatmır o. Sonra da qayıdır, deyir ki, telefonda yığır. Veriliş bitəndə, reklama girəndə saatlarla mənlə danışır. Danlayıram da, ağzıma gələni deyirəm ki, olmadı ki, yığışdırın da özünüzü. Bu insanları aşağılamayın da. Ona görə də Mətanət kimilər, başqası, digər Firuzə xanım ki, dəxli yoxdur. Küsür oturur bu şeydə ki, irgəndirməyin da bizi. Bugün mən deyirəm ki, Brilliant xanım sənətkar. Brilliant xanım böyük sənətkardır mənim üçün. Ürəyim gedir, həm özü üçün, həm sənəti üçün. Hələ ona çatmama mənim nə qədər var. Mən yeganə sənətkardır ki, mən özüm bilet almışam. Mən hansı konsertlərdə görürsünüz? Bu yaxında bir dənə Elnara xanımın konsertindeydim. Brilliant xanımın konsertini şəxsən özüm o gün el şənliyində deyirəm ki, belə giymişdiniz, belə. Baxır üzümə deyir ki, Layla xanım hamısını salamlayıram. Deyir ki, gör necə bu qız diqqət verib. Çünki mən geyinməyə zadı biraz xoşlayıram, biraz yekəxana olmasın. Belə fikir vermişəm, deyirəm, belə, siz hətta orada yoruldunuz, ayaqqabınızı belə çıxartdınız, belə oturdunuz, belə hamısını. Yəni, o insana da deyin sənətkar, 2 gün oxuyana da olmaz. Olmaz, valla günahdır. İnsanlar belə baxır ki, deyəsəm, şəxsən mən o aparıcıya şübhəm var. Bunu nəyə görə deyir bu?
Ya onun yanındakı ona nəsə eləyib, ya bu ona nəsə eləyib, ya onun qorxacağı var, ya umacağı var, ya da ki, bunu demək lazımdır. Bəstirin də özü şəti yerinə qoydunuz. Bəstirini ayıbdır, valla ayıbdır. Ona görə də mən yoxam efirlərdə. Bunun qiyməti nədir? Bu nədir? Nə bilim, bu niyə belə oldu? Bu yaxşı oxuyur, o mənim nəyimə lazımdır? Efirdə mənəm, məndən danış. Onu yaxşı oxuyub pis oxumağı sən gör bilmirsən, ara qarışdırıb dava edirsən. Mənim halım var onunla, mənim səbrim var onunla. Ya bir də gedim çıxım, ayıb deyir, biz üz-üzə gəlirik, məhkəmədə görüşək. Söhbətdir bu. Ayağı boyda uşaqla durub mən məhkəməyə gedəcəm və yaxud özümdən yaşlı böyük bir nəslin nümayəndəsi ilə məhkəmədə üz-üzə gəlməliyəm. Nə var, bir aparıcıdan xəbəri olmayan onu qırışdırır. Belə şey olur.